hörmətli müəllimlər, bugün Zəfər günü qeyd etmək üçün toplaşmışıq. Gəl bu Zəfər gününü bizlərə bəxş edən, 1-ci və 2-ci Qarabağ savaşlarında vətən yolunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. İndi isə dövlət himnimizi oxumaqla tədbirimizi açıq elan edirik. Əziz şahidlər, Axtub qürurlu nəğmə Qarabağımızdan səslənirdi bir vaxtlar. Amma biz bu nəğməni eşidəndə çox kövrəlirdik. O torpaqların həsrəti ilə alışıb yanırdı. Amma zaman keçdi, illər dolandı. O torpaqlardan ağlayan qayıdan körpələr öz qəlbində kinini, nifrətini böyüdüb düşmana qarşı silaha çevirdilər. Və zaman gəldi. 2020-ci il sentyabrın 27-si düşmən işğal olmuş torpaqlarımızdan təxribatı alattı. Və buna cavab olaraq Azərbaycan Ali Baş Komandanı əşq hücum əməliyyatı verdi. Və beləcə vətən torpaqlarının hər bir qarşı uğrunda öz canını fəda edən qəhrəman igidlərimiz, əskər və zabitlərimiz hücuma keçdilər. Onlar üçün bir qayə vardı, bir amal vardı. Ne olursa olsun, vətən torpaqlarını düşman taxtalından azad etmək. Onların bu gəlişinə həsrətlə boylanan
Şuşa, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan kimi torpaqlarımız sanki sevinirdi. İgidlərimiz 30 il vəsiyyətin çəkdiyimiz torpaqları, öz canları, öz malları bağına cəmi 44 günə azad etdi. 44 gün müddətində onlar öz canlarını fəda elərlər. Amma torpaqlarımız öz azadlığına qovuşdu. İlk azad olunan Cəbrayıl rayonu Məsrə Pikabrın 4-də azad olundu. Və beləcə hər gün biz qələbə xəbərləri eşitdik. Və beləcə Azərbaycan torpaqları düşməndən azad edildi. 2020-ci il 10 noyabrda düşmən Avtoliyasiya haqqına tam məğlubiyyətlə razılaşma məcburiyyətində qaldı. Və Azərbaycanın digər işğalda olan torpaqlarda Laçın, Ağdam, Kəlbəcər bir cümlatırla belə düşməndən azad edildi. O cümlədən Xocalı, Ağdərə kimi yaşayış məntəqələri. O gündən sonra 8 noyabr qəhrəmanlıq tariximizə müqəddəs bir gün kimi Zəfər bayramı kimi daxil oldu. Və bizlər o günü unutmamalıyıq. O günlər çox uzaq keçmişdi, yaxın keçmişdi. Və o günləri unutmağa bizim heç birimizin haqqı yoxdur. Çünki bizim ən böyük mənəvi dəyərimizdir zəfərimiz. Çünki öz zəfərimizdir. Çünki öz qanımızın, canımızın bahasına qazandığımız zəfəridir. Və o həmin anlarda yardımı da vətənin dar günündə öz qəhrəman oğulları ilə döyüşlərdə iştirak etdi. İstər arxa cəbhədə olsun, istər ön cəbhədə olsun. Məhz əlinizdə bizlən tutduğumuz qəhrəmanlar, şəhidlərimiz öz qanlarını bu torpağa vətən uğrunda fəda verdilər. Ona görə onlar canlarını fəda etdilər ki, körpələr bir daha güllə səsinə oyanmasınlar. Onlar bir daha canlarını fəda etdilər ki, düşmənin vətənə uzanan əli bir dəfəlik kəsilsin. Bir daha analar ağlamasın, evlərə şəhid xəbərləri gəlməsin. Gələcəyimiz xoşbəxt yaşasın, filavan yaşasın və bir dəfəlik vətən səmasında qara buludlar dolaşmasın. Bir daha hər birimizi bu gözəl gün münasibətilə, Qələbə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizlər vaxtı vətənin adlarsınız. Tarixinizi öyrənin, zəfərlərinizi öyrənin. Öyrənin ki, gələcəyimiz siz bağların çiynlərindədir. Və xoşbəxt gələcək sizinlə olmalıdır. Və bu zəfəri qoymaq, qan bahasına doğru əsgərlərimiz qoyuldu. Amma bizlərə, sizlərə bunu ərmağan etdi. Onlar dünyadan əvvəli köşklər, əvvəli yaşamaq üçün. Amma onları başlatmaq, bu torpaqlarımızı əvvəli qorumaq hər birimizin mənəvi borcudur. Birimizi qorumaq. Bilirsiniz, uzun müddət Azərbaycan Cumhuriyyət dövründən 1908-ci ildən bu azadlığı müstəqilliyi qazanmaq üçün neçə qanundan keçən yallarımızın sayəsində öz müstəqilliyini buluşur. Amma bilirsiniz, onların nə vaxtı xəyal olan Sürəyləndə müşahidləri Azərbaycan məhkəməsini siz yal həyatda yaşayırsınız. Və onun qədrini verir, qiymətini bilin ki, məhz vətən torpaqlarını, həmin şəhidlərimizin ruhuna rahat olmasın. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Zəfər bayramımız mübarək olsun. Qəhrəmanlıq səhifəsini qeyd edirik. Bugün Azərbaycanın şanlı zəfər günüdür. 8 noyabr. Azərbaycan xalqının qəhrəmanlığının, qazandığı qələbənin tarixi simvoludur.
Bugün illərdir həsrətini çəkdiyimiz Şuşanın azad olduğu bir gündür. Bugün xalqımızın qürurla ağzından məğlubiyyət kəlməsinin silindiği bir gündür. Bugün Ali Başkomandanın, Azərbaycan əskərinin, Azərbaycan xalqının birliyinin, gücünün, iradəsinin təmələsidir. Bugün bizə qəhrəman, qeyrətli vətən uğurları qazandırır. Bugün bizə şəhidlərimiz, qazilərimiz qazandırır. Onlar vətənə sipər oldular. Vətən uğrunda, böyük amal uğrunda buluşdular. Dilimizdəki Qarabağ Azərbaycandır kəlməsini əməlləri ilə göstərdilər. Hər bir Azərbaycanlı bütün şəhidlərimizin qarşısında böyük ehtiramla baş əyir. Onların ruhu qarşısında hər zaman bozulur. Ruhları şad, məkanları cənnət olsun. Qazilərimizə Allah möhkəm can sağlığı versin. Onları unutmaq olmaz. Bugün Azərbaycan bayrağı Xan kəndində, Xocalıda, Xocavənddə dalğalanır. Nə gözəl. Bugün Azərbaycan bayrağı Ağdərədə, Ağdamda, Şuşada dalğalanır. Nə gözəl. Bugün Azərbaycan bayrağı Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda dalğalanır. Nə gözəl. Azərbaycan xalqı artıq qalibdir. Biz sevgimizlə, vətən sevgimizlə, birliyimizlə dünyaya sübut etdik ki, heç bir qüvvə bizi məğlub edə bilməz. Heç bir qüvvə azadlığımızı əlimizdən ala bilməz. Bugün şəhərlərimizin əmanət qoyduğu Zəfər gününü hər bir Azərbaycanlı qürurla, sevgi ilə, coşquyla, təntənə ilə, ən önəmlisi minnətdarlıqla qeyd etsin. Qoy zəfərimiz daim olsun. Qoy bayrağımız daim ucalarda dalğalansın. Azərbaycan xalqına bu yolda uğurlar arzulayırıq. Ali Başkomandanın uğurlu siyasətinə eşq olsun. Azərbaycanın şəhidlərinə, qazilərinə eşq olsun. Azərbaycan əskərinə eşq olsun. Müzəffər Azərbaycan ordusuna eşq olsun. Azərbaycan xalqına eşq olsun. Gəlin bərabərliklə deyək. Qarabağ Azərbaycandır. İndi isə şəhidlərimiz Zəfər günləri sorumlu şeylərini təqdim edir. Torpağına can demişəm, torpağına Zəfər bizim evimizdir, qəlbimiz dönür dağa. Yollar bizi aparır, gedirik Qarabağa. Vətən, qarşıla bizi. Hay Allah neymətindən, doyma qoymur ki səni, doğma məhəbbətindən. Oğullar, bayraq sancdı hər yana, imza attı ordumuz ən müqəddəs məqama. Vətənin dar günündə xalq yumruq tək bir oldu. Azad oldu torpaqlar, birlik qələbə çaldı. Yeni tarix yazıldı, qəhrəman adlarında. Ellər dastan oxudu, tarix yazanlarında. Səma aydın bulutsuz, dağları yarıb göyür. Qanla alınan torpaq, canla qayıtdı geri. Biz əzbizmişik, düşmən başı savaşda. Silinməz tarixdə, qalar yaddaşda. Bizimdir əbədi, dağ, torpaqda, daşda, sevilmirlər bugün zəfərdir. Qoca igidlər əncər başı, verməzlər igidlər bir qarış torpaq. Bizimdir, bizim Qarabağ, sevir millət, bugün zəfər günü. Ali Başkomanda əmir verəndə, qanmadan hər ay düşmən kəndə, əzələş başını yumru dəyəndə, sevin millət, bugün zəfər günü. Dəmir yumruq, düşmənim. Dəmir yumruq, düşmənim. Məğrurcuq. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə, alqış, min bir alqış, zəfəri bəxş edənə. Zəfər bizimdir, bizim, qəlbimiz dönür dağa, yollar bizi aparır, gedirik
Gel buraya. Bir oğlu azad oldu. Topraklar bir diş qələbə saldı. Ey yaşa Azerbaycan. Toz uçuşu bu cümleler. Bir tozan bir qələbə. Həvəslə mən alıram bu şehri qələbə. Sekiz il bekliyor bunu bakın o saçlar gözlerinde her gün herkesi gözleniyor o ordu da bana bilmedi mesele sevdersin aferin toplardan başını göremedi anın hayatı zülmete o ordu da bana bilmedi yine tanıktan ayrıldı şehidin bağına dayanacak bu torpağa kan dökmüşüm şehit bitti çekmişim sanmayın ki biz ölmüşüm Gücünün bağına dayanacak düşman size oyun kurdu Diyanetine öden kurdu Diyanetine öden kurdu Yollarına tutan o şahideler yolun yürür sana. Son vatanım anasıdır. Kurban olsun canım sana. Sözer yurdum sözer evin son canından ayrılarlar. Benim sözüm canım sensen, senden özde canım var mı? Ey vatan ana vatan, heyran sana vatan Duşsuru çöllerim var, gömüyorsun çöllerim var Dağın başlıdır, düşlerin kanatlardır Fenerlerin derdindir, şarapların derdindir Biz qələbə qazandım, bu cənabımızdır, qəhrəmanları andım. Tarih yankı yigitlər, hamı tərcimizi, 44 günlük müharibə tamı tarihimizi. Merhaba Azerbaycan. Barikada salamlayıram hər bir səsi, hamının Zəfər bayramı mübarək. Qarabağı işğaldan azad etdi igidlər. Heç zaman unutmarıq, tarix yazdı şəhidlər. 44 gündə düşmənə qəhrəmanlar çəkdi dağ. 30 il ayrı qaldıq, həsrətim bitdi Qarabağ. Qəhrəmanlar keçdi, od alovun içindən. 30 il həsrətindən ayrı qaldı Qarabağ. Qələbəyimizin sahibından sonra da çox olsun. Quran yolu açılsın. Biz Naxçıvana tərəf Zəngilandan yol alıb, bütün Türk elini, obasını, istər Orta Asiyada uğraşan Türk dövlətlər olsun, istər qardaş Türkçe olsun, həmin ərazilərə məhz Zəngiyazı buradan istifadəyə gedib gəlmək üzrə nəsib olsun. Bir daha bayramınız mübarək olsun. İndi isə məktəbimizin direktoru Sevim Mərmən verirəm. Əziz şagirdlər, hörmətli müəllimlər, həqiqətən də bu böyük bir gündür, böyük bayram günüdür. Bu bayram günü münasibəti ilə ilk öncə şəhidlərimizə və qazilərimizə minnətdarıq. Şəhidlərimizin qarşısında baş əyirik. Qazilərimizə Allah'tan can sağlığı versin. Həqiqətən də Azərbaycan xalqı, Azərbaycan ordusu yenilməz qaldı. Əziz şagirdlər, bilirsiniz ki, tarixən Azərbaycan xalqının nankor qüvvələr tərəfindən əzməyə çalışırlar. Lakin 44 günlük müharibə sübut etdi ki, Azərbaycan ordusu, xalqı, prezidentliyi yenilməzdir. Və 44 günə bütün dünyaya sübut elədir ki, Azərbaycan həqiqətən də qəhrəman bir xalqdır. Biz xalqımızla, ordumuzla fəxr edirik. Allah ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir daha 8 noyabr Zəfər günü münasibəti ilə bütün xalqımızı, şagirdlərimizi, müəllim kollektivimizi təbrik edirik. Sağ olun. Tarix müəllimi Vətən tarixindən danışacaq. Buyurun görmək. Tamam, hər vaxtınız xeyir, əziz şagirdlər, hörmətli müəllimlər.
bugünkü gün münasibətilə hər birinizi təbrik edirəm. Elə bir gündür ki, bütün dünya Azərbaycanı bu günlə qürur duyur, fəxr edir. İllər boyu düşmən torpağında məruz qalan torpaqlarımız azad edilmiş və vətənimiz Azərbaycan bütövləşmişdir. Tarix boyu Azərbaycan xarici müdaxilələrə məruz qalmışdır. Bugünkü gün münasibətilə bütün dünya Azərbaycanlılarını, eləcə də ən duygusal anlarımızı bugünkü gün qeyd edirik. Və demək istərdim ki, Azərbaycan xalqı yenilməzdir. Həmişə başımızı uca edən şəhidlərimizi ziyad etməliyik. Başımızda şəhid çəkirləri var. Biz onlarla, onların valideynlərinə borçluyuz. Şəhidlərimizə borçluyuz. Həmişə xalqımıza belə günlər qismət olsun. Bir daha bu iki münasibətilə hər birimizi təbrik edirəm. Var olun, sağ olun, təbriklər. Bin. Aferin. Git. Yaşayın. Ötür. Ötür. Əladır. Tarih yazıcılar, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. Dəmir yumruq düşmənin, mənfur başını əzdir. Düşmənlər Qarabağda daim qala bilməzdir. İndi azad Qarabağ, günbə-gün abadlaşır. Mənim qədim torpağım, sənə bu çox yaraşır. Aferin. Səmada quşlar sevinir, güneşin ayın sevinir, dışında yarın sevinir. Sən qalibsən Azərbaycan. Al. Sən nəfəs kəslər, göydən sanki nur ələnər, hər yanı üç rəngə bələnər. Sən qalibsən Azərbaycan. Yenə candan can ayrılır, şəhidim var Azərbaycan. Vətən sağ olsun deyə, gicidim var Azərbaycan. Şunu uzaya kaldır vətən, artık zamanı sırası değil. Halkın önünde diz döştü düşman. Kaldır vətən, utanmalar. Gəldi, Morapor'un sərtgizi. Dedin arada kalın. Halkımız çok sevindi. Yaşa. Hey yaşa Azərbaycan. Yaşa. Sevgilim söyle uçma, burada gel geç baharı. Sevgilim Geldim ilanıyor, dövüşen her askerin cesaretine ilanıyor. Ali Başkomandanın siyasetini meylanıyor. Düşmanı yaman sardı taş taşa Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuan var, yaşa Azerbaycan. Yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan.
Oynayın hele. Tam oynayın. Oynayın hele. Ha oynayın. Hadi. Can edib Azərbaycan vətən övladlarını Çeşiyində görə hər an vətən övladlarını Vətən uğrunda verən can vətən Oyna. Oyna. yazır yaddaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şəhər var Yaşa Azərbaycan Yaşa Azərbaycan Sən dilimizdə yaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şəhər var Yaşa Azərbaycan Yaşa Azərbaycan Sən dilimizdə yaşa Hadi. Alasın. Oynayın, aferin. Geçey, oynayın. Bırak. 30 il bizə vermiş elə işgəncəsi Yapsana la, əllə. Budur məqsəd hamal ya Qarabağ ya da ölüm Bir dənə külləsin atmır boşa Azərbaycan Yaşa Azərbaycan Yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünyada bir başa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şəhər var Yaşa Azərbaycan Yüreğinde eşk olana soyunda bir
hayf vardı bircə canım. Min olaydı, verəydi.